Allah qoysa 104 ilin ərzində bağ da hazır olar və onun mədaxili həm azarxanaya, həm məktəbxanaya bəs edər. Məndən artıq xərc tələb eləməz. Sonra Səadət xanım qolları silməkli, dəstə əsər belində, gecə gündüz işləməkdə, cənab Fəxrəddin bəy isə özü həm müəllim, həm işçi, həm bağban. Pis ömür deyil, hərcaq qəza bir yoxalıq eləməsə. Görək, Allah tamam. Hacı Murad. Buyurun mənə Fəxrəddin ağam, nə buyurursunuz? Nə var yox Hacı Murad? Həkim mənzilindən razıdırmı? Mollanın kefi necədir? Razıdır ağa, razıdır. Bəş qutarandan sonra molla uşaqlarla uşaq kimi oynar. Həkim də ki mənzildən çox razıdır, hələ sözdədir. İnək tək gəlib deyib, insanların şaldıqdan bilmirlər nə eləsin. Onlar özə çox yaxşı insandır. Çox yaxşı. Təyin sulardakı üsul olur. Bəli, 2 ay əvvəl çox təmiz suluk var. Çox pakizə. Sübh tezdən hamısını bastırarsan. Bağbana deyərsən, əlavə nə fəhlə lazım olsa, hamısını gətirər. Əlavə şagirdlərinə də kömək edər. Təmiz sularını axsalamaq yaxşı deyil. Mollaya özüm demişəm, özü indidən başlayıb əlləşməyə. Çox yaxşı. Gedə bilərsən. Sağ olun. Hər şey öz yolundadır, şükür Allaha. İndi bir qalıb Rüstəm bəylə barışmaq. Amma bilmirəm onu nə tövr eləyəcəyəm. Dünyanın hər şey bir zəngi məğlubədir. Amma bəşin adamla zəng etmək mümkün deyil. Neyləmək? Çünki oğlum dəyirmancı, sağ gəlsindən kar olur. Salam oğul. Salam ana. Nə var ya paşam? Şükür qardaş, hər şey yolundadır. Oğul, atanın can ağzından çıxanacan Fəxrəddin deyib çağırdı. Güllə dəyəndən sonra onun dırnaqlarıyla tutan kimi eşdiyi yeri görsən, ağzından bir qarış çıxan kömür kimi qaralmış dilini görsən, uyay Heydər, uyay Heydər, məni köməksiz qoyub gedən Heydər, gözlərim kör olaydı, sən o halda görməyəydin. Xudaya, gör biz müsəlman necə bədbəxt, vəhşi, nadan saymayaq ki, belə bir bimanə işdən ötürü özümüzdə bu mərtəbədə fəlakətlər, düşmənçilik bahəməyəmişik. Aşkar görürəm, sınır uzaqda deyil. Mən bura gələli 3 ay deyil, 200 adam, dəxil artıq, elə bir-birini tərəf ediblər. Məhər bir vəhşi nadanlıqdan deyil, məhər şəriət ilə göstərən yol budur. Anacan, qardaşım, insaf məqamında durun. Axı mənim atam, Rüstəm bəyin oğlunu şəkki eləmişdir. Necə ki atamın ölümü bizi yandırır, eləcə də Rəşkənin ölümü atasını, qardaşını yandırır. Siz nə insafla belə işə bir gözlə baxa bilirsiniz? Oğul, 5 il üzü qibləyə namaz qılıb, Allahı çağırıb yolunu gözləmişəm. İndi sən də belə... Sol uzun danışdıq, kifayətdir. Mənim son sözüm odur ki, mən zallat deyiləm, adam öldürəm ya öldürtürəm. Hərgah mənim özümü öldürmək istəyirlər, nə eləmək, qoy öldürsünlər. Mənim onlara bir can borcum var. O ki qaldı saadətə, onu məndən bir əzəb ailə bilər. Kifayətdir. Kifayətdir, kifayət olsun. Eyb yoxdur. Dur gedək oğul. Allah barı səni mənə çox görməsin. Dur gedək. Bəli, Fəzlət axının məlum ki, dur gedək ana. Qəribə işə düşmüşəm, and olsun Allaha. Bu kəsafətimə də mənə ağıl öyrətmək istəyirlər. 5 gündür bu vəhşi tayfanın içinə düşmüşəm, az qalsın məni cavlad eləsinlər. Xudaya, gör mən nə dərd çəkirəm, bunların dərdi nədir? Xaraba qalasan sənə ölkə, heyif sənə, gözəl şəriət, heyif sənə, gözəl İslam. Kimdir? Kim var orada? Qorxma, mənəm mən. Sənin belə qoca Hürü nənəm. Gecən bu vaxtında, bu libasda, nə olub Hürü nənəm? Qorxma canım sənə qurban, hələ qoy bir nəfəsimi dərim. Səndən savayı yan yörədə adam yoxdur ki. Yox, heç kim yoxdur. Bizdə də görün, Səadət salamatdırmı? Nə iş bak düşür? Salamatla başladı. Bizim üzün yümürləşirmiş Rüstəm bəy. Məlum oğlu məlum. Gecə planlayırlar ki, sizin evinizi od vurub yandırsınlar. Güllabaran ateşinə tutsunlar. Bir dəli qudurmuş Cahangir bəy də var. Bilmirəm, onu tanıyırsan, ya yox. O da bizim qız Saadətin dərdindən dəli divanədir. Kişi istər ki, özünlə kömək onu da gətirsin. Gecə bir yerdə birləşib evinizi od vurub yandırsınlar. Rüstəm bəyin tədbirindən xəbər tutan yazıq Saadətlə yazıq Gülbahar mənə dedilər ki, get bu xəbəri Fəxrəddinə çatdır. Nahaq təşvikə düşüblər. Rüstəm bəy mənə heç zad eləyə bilməz. Ancaq tərcih orasındadır ki, mən hazırlaşmışdım, gedim Rüstəm bəyin qulluğu şərtinə, onunla barışıq edir. Hərgah hamamı məni öldürmək istəyir, neyləmək? Lazımdır səhv-hesab olmaq. Məni xəbərdar eləməklə yaxşı iş görürsən, Gülün ənə. Biçarə Saadət yəqin narahatdır. Saadət biçarə özünü öldürür. Deyir ki, Fəxrəddinə deyir ki, bu vilayətdə bir gün belə qalmasın. Dünya aləmin hər nə müsibət var, mən özüm çəkirəm. Tək onun başından bir tükəçlik olmasın. Mən bir işlə böyük səhv eləmişəm, Gülün ənə. Gələ elə Saadəti özümlə aparaydım birbaşa Almaniyaya. Biz elə eləsəydik, bu mərtəbədə nə zəhmət, nə də əziyyət çəkməzdik. Fəxrəddin, canım sənə qurban. Gərək mənim bura gəlməyimi heç kəs bilməyə. Yoxsa
məlum oğlu məlum məni diri-diri boğar. Dar ağzını alsa. Səadət xanım təvəqqə elər ki, Fəxrəddinə deyib buradan çıxıb getsin və gedərkən məni görməmiş getməsin. Di salamat qal, başına dönüm. Mən gedim. Sağ ol Zülmünə. Rüstəm Beydə də günah yoxdur əslində. Elmdən, sənətdən ozar olan adam bizim millətin gününə düşər. Xudaya, mən ölümdən qorxmuram. Qüdrət sənin əlindədir. Amma rəva deyil ki, mən bir belə zəhmətdən sonra öz mətləbimə çatmamış, cavan, bir gələ sifət adamın əlindən bağda gedəm.